Xoş gördük mənim əziz və dəyərli izləyicilərim. Mən Yusif. Bu kanalı sizlər üçün açmışam. Hansı ki Azərbaycanımızın dəyərli yeməklərindən, dadlı, ləzzətli yeməklərindən və heç bir yerdə olmayan yeməklərinin çəkilişini etmək istəyirəm. Bacardığım qədər. İnşallah ki siz də buna dəstək olarsınız. Abunə olmağı zəhmət olmasa unutmayın. Bildirimləri açmağı unutmayın ki yeni videolar gələndə siz də izləyə biləsiniz. Baxın, burada suyumuzu hazır qoymuşuq hal-hazırda qaynamağa və mən sela düyülərindən istifadə edirəm. Və bu aşımız belə deyim, qovurmalı aş olacaq. Yəni düyü ayrı və aşqarası ayrı olacaq. İndi bütün etapları mən sizə hissə-hissə çəkib göstərəcəm. Baxın, düyümüzü artıq yuyuruq. Mən düyünü əvvəlcədən yuyuram və istaqda saxlamıram düyünü. 3-4 dəfə yuduqdan sonra tamamilə suyunu süzürəm. Duzlu suda 1-2 dəqiqə saxladıqdan sonra tamamilə suyunu süzüb saxlayıram. Qaynar suya tökənə qədər tamamilə düyülər qurumuş olur. Və düyünü də yumağımızın məqsədi odur ki, düyünün üzərində olan bütün nişastanın axması düyünün dən-dən olmasına gətirib çıxardır. Aha, baxın dəyərli izləyicilərimiz, mən artıq düyünü yudum və düyünü sizə qeyd etdiyim kimi 10 dəqiqə duzlu və limonlu suda saxladıqdan sonra tamamilə suyunu süzürəm, suyun içərisində saxlamıram. Çünki onda daha çox belə yapışqanlığa meyil olur, yapışması, birləşməsi olur düyünün. Amma belə olduğu təqdirdə 5-10 dəqiqədə qalır, hansı ki qaynar su qaynayana qədər. Onda artıq düyülər də özü dən-dən olur və biz də dən-dən əlavə edirik suyun içərisinə. İndi biz keçirik, belə deyim, dədə-baba adətindən qazmağımızın hazırlanmasına. Bəzən olur, belə deyim, aşqaralı aşlarda daha çox düyünün altına hər hansı bir yuxa və s. kimi qoyurlar, qazmaq kimi. Amma mən hal-hazırda sizə keçmişdə adətlərimizdə olduğu kimi evdə hazırlanmış qazmaq edəcəm. Və bura nələr gedir onu qeyd edeyim. Qazanın balaca olduğuna görə, həm də düyü 4 stəkandır. Ona görə də yumurtanı az götürmüşəm. Bir ədəd yumurtaya ehtiyacımız var. 3 xörək qaşığı qatığa və mən onu da qeyd edeyim ki, qazmağın içərisinə hər zaman 1 çay qaşığı, çox deyil, 1 çay qaşığı un əlavə edirəm. Hansı ki bu qazmağı daha da bütövləşdirir və tavadan çıxmağına köməklik göstərir. İndi mən sizə qazmağı hazırlayım və sonda göstərəcəm qazmağın belə deyim, tavaya döşənməsinə. Baxın əziz izləyicilərimiz, 3 xörək qaşığı qatıq və 1 yumurtadan istifadə etdim. Bu 4 stəkan belə deyim, düyü üçün istifadə olunmuş qazmaq ölçüsüdür və mən bunun içərisinə az öncə də qeyd etdiyim kimi 1 çay qaşığı, çox deyil, 1 çay qaşığı un əlavə edirəm. Hansı ki bu qazmağı az öncə də qeyd etdim, bütöv saxlayır və tavadan yaxşı formada çıxardır. Və çox az da cüzi bir miqdarda biz duzdan istifadə edirik. Aha. Daha sonra biz bunu həll edirik və qoyuruq kənara, qalır. Baxın əziz izləyicilərimiz, qazmağı artıq hazırladıq və qoyuruq kənara. Çünki düyü süzüldükdən sonra düyüdən də biraz hissəsini qazmağın içərisinə, yəni qatıq və yumurtanın tərkibinə qatıb biz tavanın dibinə döşəməyə başlayacağıq. Və gəlirik plova, öz ətrini və dadını verən əsas vasitədir. Hansı ki onu biz, plovu biz onsuz təsəvvür edə bilmərik. Bu da zəfərandır bildiyimiz qədərilə. Bəzən olur ki, plov bişirənlər hərdən zəfəranı qaynar su ilə dəmləyirlər, amma bu olmaz. Zəfəranı ümumiyyətlə soyuq suda dəmləmək lazımdır və soyuq suya qoyduqda o öz ətrini və rəngini daha yaxşı, həzin-həzin də olsa daha yaxşı verməyə başlayır. Biz indi hazırlayaq, zəfəranımızı da kənara qoyaq, ondan sonra başlayaq artıq düyünü əlavə etməyə. Baxın əziz izləyicilər, artıq biz zəfəranımızı soyuq sudan dəmə qoyduq. Görürsünüz ki, suyu tökdüyüm andan etibarən artıq rəngini verməyə başlayır və yavaş-yavaş üzərindəki zəfəranlar dibə çöktükcə həm rəngi qoyulaşacaq, həm də zəfəranımız hazırdır demək olar. Hal-hazırda suyumuz da qaynamaq üzrədir. Mən suyun duzunu da əlavə etdim və onu da qeyd edeyim ki, püf nöqtə olaraq qeyd edeyim ki, mən hər zaman düyünün suyuna mütləq ki, çox az ya limon suyu, yox, limon suyu yoxdursa mütləq limon duzu çox az miqdarda əlavə etmək lazım, 1 tutam qədər. İndi keçirik biz artıq düyünü suya əlavə etməyə. Baxın, biz artıq düyümüzü də suya əlavə etdik.
Və onu da qeyd edeyim ki, düyünün bişirilmə formasından asılı olaraq əgər biz döşəməli plov hazırlayırıqsa, burada düyünü çox bişirməyə ehtiyac yoxdur. Yox, biz əgər sırf qovurması ayrı, yəni belə deyim sizə, qaralı aş hazırlayırıqsa, yəni düyü ayrı və ət ayrı olacaqsa, düyünü bacardığımız qədər yaxşı bişirməyə çalışırıq. Çünki düyü o zaman belə deyim, qazmağın sadəcə pişməyə kifayətdir düyün hazır olması üçün. Amma döşəməli plovda tərkibinə qoyulan ətdir, soğandır və digər indiregentlərin pişməsi üçün zaman sərf olunur. Ona görə də düyünün pişməsinə xüsusi diqqət yetirmək lazımdır. Bacardığımız qədər düyünü döşəməli plovda diri götürmək lazımdır. Düyümüz hal-hazırda qaynamağa başlayır, əziz izləyicilərimiz. Sizdən bir xahişim var, bu gəncə dəstək olmaq istəyirsinizsə, zəhmət olmasa kanalıma abunə olun və bildirimləri açın. Çünki yeni videolar paylaşdığım təqdirdə istəyirəm hər biriniz bu videolara baxasınız, yararlanmağa çalışasınız. Baxın əziz və dəyərli izləyicilərimiz, az öncə də qeyd etdiyim kimi düyünü mütləq suda saxlamırıq. Yuduqdan sonra 2-3 dəqiqə, maksimum 5 dəqiqə limonlu və duzlu suda saxladıqdan sonra suyunu süzüb kənarda gözlədirik və suyumuz hazır olduqdan sonra düyümüzə əlavə etdik. Baxın düyümüzə dən düyümüz tökülür. İndi artıq 5-10 dəqiqəyə pişmək üzrədir. Pişsin, mən sizə düyümüzün döşənməyini də göstərəcəm. Yəni dibin qazmağı və üzərin zəfəranın vurulmağı. Düyümüz pişənə qədər əziz izləyicilərimiz, üzümü göstərməsəm də istəyirəm sizlərlə biraz söhbət edim. Mən əslində tamamilə başqa bir ixtisas oxumuşam və hal-hazırda ixtisasım üzrə də işləyirəm. Amma bu mənim uşaqlıqdan gələn bir, belə deyim, hobbimdir. Yemək bişirmək, hazırlamaq, onu servis etmək, ən doğmalarıma belə, özümə belə yeməyə hazırlamaq və servis etməyi çox sevirəm. Və belə bir qərara gəldim ki, artıq niyə də olmasın, yəni bir hobbimi gerçəkləşdirmiş olum və hansı ki, indiki dövrdə bilirik, artıq sosial media dövrüdür və istəyirəm ki, artıq mənim yeməklərimdən, hazırladığım bütün qida məhsullarından hər kəsin məlumatı olsun. Bəlkə yeni başlayanlar olarsa, yemək bişirməyi sevənlər olarsa, onlara da ən azından örnək olmuş olar. İndi belə deyim sizə, bu mənim birinci xəyalımdır, hansı ki, yavaş-yavaş gerçəkləşdirməyə çalışıram. Ona görə demək istədiyim odur ki, əslində, nə işlə məşğul oluruqsa olaq, haranı bitiriksə bitirək, kim olmaq istəyiriksə olaq, amma hobbilərimizdən, o istək və arzularımızdan vaz keçməyək. Əslində, bu vaz keçmədiklərimiz bizi biz edənlərdir. Ona görə hər zaman istəklərimizi bacardığımız qədər yaşam dövrümüzdə gerçəkləşdirməyə çalışaq. Qısaca özüm haqqında sizə məlumat vermək istədim. İrəliyən videolarda inşallah daha çox məlumatlandıracağam və inanıram ki, kanalımın abunəliyi də durmadan artacaq və mənim kimi gəncə dəstək olmaq istəyəcək hər kəs. Baxın əziz və dəyərli izləyicilərimiz, mən artıq düyünü süzdüm sudan. Baxın dən düyülərimiz hazırdır. Və daha sonra qazanın dibinə biz kərə yağı əlavə edirik və qazmağımızın içərisinə düyünə əlavə edib başlayırıq qazmağımızı döşəməyə. Baxın biz qazmağımızın içərisinə biraz düyüdən əlavə edirik. Və daha sonra başlayırıq artıq qazmağımızı hazırlamağa. Kərə yağımız da orada əriyir. Baxın. Qazmamız tamamilə bu formada olmalıdır. Bu bizim əsl düyülərin altına etdiyimiz, dədə-baba üsulu dediyimiz qazmaq növüdür. Biraz da un əlavə edə bilərik əslində içərisinə. Un həm də ki, belə deyim sizə, əziz izləyicilər, qatığın içərisində olan suyu da belə öz canına çəkir və ona görə də qazmamız çox sulu olmur. Çünki qazmamız sulu olarsa düyü qazanın dibinə çökməyə başlayır və bu da bizə heç xoş olmaz. Baxın əziz izləyicilər, qazmağı tökdük biz artıq qazanın dibinə və daha sonra başlayırıq yaxşıca qarışdırmağa ki, yağı da öz canına çəksin düyü və ondan sonra biz bu düyünü qazanın dibinə döşəməyə başlayırıq. Baxın, qazmamızı tamamilə belə düz formada qazanın dibinə yaydıqdan sonra biz qazımızı işlətməyə başlayırıq
və çox deyil, 1-2 dəqiqə gözləyirik ki, qazmaq özünü tutsun və ondan sonra kənarda qalan qaynadılmış düyünü də qazmağın üzərinə əlavə edib zəfəranını vurub plovumuzu qoyuruq dəmə. Baxın əziz izləyicilərimiz, düyünü tökdükdən sonra qazmağın üzərinə, düyünün üzərinə az öncə dəmlədiyimiz zəfəranı da əlavə edirik. Mən ümumiyyətlə düyüdə sarı kökü çox sevmirəm. Çünki sarı kökün özünün belə deyim, toz sarı kökün özünün belə xüsusi acılığı olur və o düyüyə məncə yaxşı dad vermir. Ona görə hər zaman zəfərandan istifadə etməyə çalışıram düyülərdə və sonda da üzərinə kərə yağı xırda-xırda əlavə edirəm və daha sonra qoyuram artıq dəmə. Baxın əziz və dəyərli izləyicilərimiz, artıq düyümüz yavaş-yavaş hazır olmaq üzrədir. Bir 10 dəqiqə sonra artıq qazmağı da tamamilə qızarmış olacaq. Mən çəkib sizə servis eləyəcəm. Bir daha hər vaxtınız xeyir olsun əziz və dəyərli izləyicilərimiz. Buyurub baxa bilərsiniz. Artıq düyümüz də hazırdır, qazmağımız da hazırdır. Üzürlü hesab edin. Aş qovurmanı edəndə mən videosunu çəkməmişəm. İnşallah bir gün qovurmanı etdiyim anda da sizin üçün video çəkib paylaşacağam. Bu da plovumuzun son halı. Buyurub baxa bilərsiniz. Qazmağımız və düyümüz də dən-dən. Göz haqqınızı halal edin, videonu izləməyə, abunə olmağı unutmayın.